Azərbaycan xəbərimiz var. Dünyada internetin sürətinə görə neçənci yerdədir? İnternet sürəti və əlçatanlığı ilə bağlı ciddi irəliləyiş müşahidə olunur. İnternetin qiyməti bahadır. Ümumilikdə dünyada enerji, logistika, avadanlıq və digər xidmətlərin qiymətində artım müşahidə olunur. Bəzən internetin sürəti ilə bağlı narazılıq edirlər. İnternet sürəti təkcə şəbəkədən asılı deyil. İstifadəçinin ev mühiti və istifadə davranışı da buna təsir edir. Aztelekom yaxın illərdə hansı sahələrə fokuslanacaq? Ölkədə orta internet sürətinin 200 megabit saniyə və daha yüksək səviyyəyə çatdırılmasını real və əlçatan hədəfə çevirir. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Qəbuldasan efirdədir. Studiyada İlqar Mehmanoğludur. Hər birinizi salamlayırıq. Bugün qonağım Ascon Holding şirkətlərindən olan Aztelekom MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov qonağımdır. Həsən müəllim, salam, xoş gəlmisiniz. Salam, xoş gördük. Həsən müəllim, Aztelekomun bugün əsas fəaliyyət istiqamətləri nədən ibarətdir və sizin üçün əsas prioritetlər nələrdir? Aztelekom ölkənin sabit geniş zolaqlı internet infrastrukturu üzərində fəaliyyət göstərir və həm regionlarda, həm də ölkə üzrə magistral şəbəkənin inkişafını dəstəkləyən əsas operatorlardan biridir. Onu da qeyd edim ki, Aztelekom olaraq biz internetə bir xidmət olaraq deyil, ölkənin inkişafını təmin edən mühüm infrastruktur kimi yanaşırıq. Bizim əsas məqsədimiz Azərbaycanın bütün regionlarında, o cümlədən ən ucqar nöqtələrində belə keyfiyyətli telekommunikasiya xidmətlərini əlçatan etmək və vətəndaşlarımıza fasiləsiz, ünsiyyətsiz imkanları təmin etməkdir. Həsən müəllim, mən bunu bir vətəndaş olaraq etiraf etməliyəm. İllər əvvəllə müqayisədə bizim internetin sürətində həqiqətən də böyük bir fərq hiss olunur. Baxın, Aztelekomun buradakı rolu, internet infrastrukturunun inkişafındakı rolu nədən ibarətdir? Yəni, hansı işlər gördü Aztelekom? Son illərdə ölkədə internet infrastrukturunun inkişafı, dövlətin təşəbbüsləri, xüsusilə də Onlayn Azərbaycan layihəsi çərçivəsində daha da sürətlənib. Bu prosesdə Aztelekom əsas operatorlardan biri kimi çıxış edərək ölkə üzrə geniş zolaqlı internet infrastrukturunun qurulması və modernləşdirilməsi istiqamətində fəal iştirak edir. Şirkət tərəfindən GPON texnologiyasının tətbiqi regionlarda yüksək sürətli və dayanıqlı internet xidmətlərinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, magistral şəbəkənin gücləndirilməsi, beynəlxalq çıxışların şaxələndirilməsi və müasir texnoloji həllərin tətbiqi ilə ümumi infrastruktur daha da dayanıqlı və etibarlı hala gətirilir. Bugün əsas prioritetimiz şəhərlə regionlar arasında mövcud olan rəqəmsal fərdi minimuma endirməkdir. Onlayn Azərbaycan layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində regionlarda yaşayan əhali də şəhərdə mövcud olan yüksək sürətli internet xidmətlərindən faydalana bilir. Bu isə təhsil, səhiyyə, biznes və digər sahələrdə yeni imkanlar yaradır. Görülən işlərimiz beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Belə ki, Aztelekom World Broadband Association tərəfindən Gigacity Champion və Broadband for Digital Inclusion Excellence mükafatlarına layiq görülüb. Bununla yanaşı, şirkət Adate DigiWorld tərəfindən təqdim olunan Best Practice of Home Broadband Development və 2026-cı ildə Ultra Broadband Resilient Network for AI Development kimi nüfuzlu mükafatlarla təltif edilib. Ümumilikdə Aztelekomun fəaliyyəti yalnız texniki inkişafla məhdudlaşmır, eyni zamanda ölkənin rəqəmsal transformasiyasının və informasiya cəmiyyətinin formalaşmasına öz töhfəsini verir. Amma bütün bunlara baxmayaraq, yenə də bəzi istifadəçilər bəzən internetin sürəti ilə bağlı narazılıq edirlər. Sizcə bunun səbəbi nədir, Həsən müəllim? Bir də istifadəçi davranışları prosesə necə təsir edir? Bu kimi halların səbəbləri müxtəlif ola bilər və adətən bir neçə amilin təsiri ilə formalaşır. Məsələn, müəyyən ərazilərdə trafik yükünün artması, planlı texniki yenilənmə işləri
və ya lokal xarakterli nasazlıqlar qısa müddətli sürət dəyişikliklərinə səbəb ola bilər. Bu kimi hallarda operativ müdaxilə edilərək xidmətin stabilliyi qısa müddətdə bərpa edilir. Digər tərəfdən internet sürəti təkcə şəbəkədən asılı deyil. İstifadəçinin ev mühiti və istifadə davranışı da buna təsir edir. Eyni anda çoxsaylı cihazların qoşulması, ev daxilində Wi-Fi siqnalının yayılmasına təsir edən amillər, divarların qalınlığı və ya rutorun yerləşdiyi nöqtə keyfiyyətə təsir edə bilir. Qeyd edim ki, Aztelekom tərəfindən abonentlər müasir beynəlxalq standartlara cavab verən avadanlıqlarla təmin olunur. Bununla yanaşı, həmin avadanlıqların düzgün yerləşdirilməsi və optimal istifadə edilməsi də əldə olunan nəticəyə təsir edən vacib amillərdəndir. Bir də internet xidmətində istifadəçi təcrübəsinə təsir edən əsas amillər hansılardır və bu sahədə keyfiyyət necə təmin olunur? İnternet xidmətində istifadəçi təcrübəsinə təsir edən əsas amillər bir neçə istiqaməti əhatə edir. Burada şəbəkənin dayanıqlığı, təqdim olunan sürət, gecikmə səviyyəsi, həmçinin xidmətin fasiləsizliyi və ev daxili bağlantı şəraiti xüsusi rol oynayır. Bununla yanaşı, beynəlxalq çıxışların keyfiyyəti və trafikin optimal marşrutlaşdırılması da istifadəçi təcrübəsinə birbaşa təsir edən vacib amillərdəndir. Aztelekom olaraq bu sahədə keyfiyyətin təmin olunmasına kompleks yanaşırıq. Şirkət magistral fiber optik şəbəkə üzərindən beynəlxalq internet trafikinin daşınmasını təmin etməklə yanaşı, infrastruktur bazasını davamlı şəkildə gücləndirir və yüksək tutumlu texnologiyaların tətbiqini genişləndirir. Bu çərçivədə DWDM kimi müasir ötürmə texnologiyalarının genişləndirilməsi və şəbəkənin proqram təminatının yenilənməsi həyata keçirilir ki, bu da xidmətin stabilliyinin və ötürmə qabiliyyətinin artırılmasına xidmət edir. Eyni zamanda şəbəkə üzərində real vaxt rejimində monitorinq aparılır, trafik yüklənməsi və performans göstəriciləri davamlı şəkildə təhlil olunur. Bu yanaşma potensial problemlərin əvvəlcədən müəyyən edilməsinə və qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaradır. Bununla yanaşı, son illərdə həyata keçirilən layihələr nəticəsində fiber optik şəbəkənin əhatə dairəsi demək olar ki, ölkə üzrə tam genişlənib və milyonlarla istifadəçinin yüksək sürətli internetə çıxışı təmin olunub. Bu isə istifadəçi təcrübəsinin keyfiyyət baxımından əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaradır. Təşəkkür. Xatırladım ki, qəbuldasan efirdədir. Studiyada İlqar Mehmanoğludur. Qonağım Askon Holding şirkətlərindən olan Aztelekom MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərovdur. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Qəbuldasan davam edir. Studiyada İlqar Mehmanoğludur. Qonağım Askon Holding şirkətlərindən olan Aztelekom MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərovdur. Həsən müəllim, bir məsələ də məni maraqlandırır. Burada ümumiyyətlə keyfiyyətli internet xidmətini siz hansı meyarlarla ölçürsünüz və şirkət daxilində, yəni sizin rəhbərlik etdiyiniz qurum daxilində bu necə izlənir? Ümumilikdə keyfiyyətli internet xidməti bir neçə əsas texniki və əməliyyat göstəriciləri ilə ölçülür. Bunlara təqdim olunan sürət, gecikmə səviyyəsi, paket itkisi, xidmətin fasiləsizliyi və ümumi stabillik daxildir. Bu meyarlar istifadəçinin gündəlik internet təcrübəsini birbaşa müəyyən edən əsas indikatorlardır. Aztelekom daxilində bu göstəricilərin izlənməsi sistemli və mərhələli şəkildə həyata keçirilir. Şəbəkə üzərində real vaxt rejimində monitorinq aparılır, trafik axınları və yüklənmə səviyyəsi davamlı olaraq analiz edilir. Eyni zamanda xidmət keyfiyyətinə təsir edə biləcək texniki parametrlər üzrə ölçmələr aparılır və bu məlumatlar əsasında operativ qərarlar qəbul olunur. Bununla yanaşı, beynəlxalq və yerli trafik istiqamətləri üzrə performans göstəriciləri ayrıca qiymətləndirilir. Magistral şəbəkədə ötürmə qabiliyyəti, kanalların doluluq səviyyəsi,
və ehtiyat marşrutların effektivliyi mütəmadi olaraq yoxlanılır. Bu yanaşma şəbəkənin dayanıqlığını qorumağa və mümkün yüklənmələrin qarşısını əvvəlcədən almağa imkan verir. Eyni zamanda xidmət keyfiyyətinin qorunması üçün optimallaşdırma tədbirləri davamlı şəkildə həyata keçirilir. Şəbəkə elementlərinin yenilənməsi, proqram təminatlarının təkmilləşdirilməsi və ötürmə texnologiyalarının modernləşdirilməsi bu prosesin əsas hissəsini təşkil edir. Sadə dillə desək, biz şəbəkəni yalnız işlək vəziyyətdə saxlamaqla kifayətlənmirik. Onu daim ölçür, təhlil edir və istifadəçinin hiss etdiyi keyfiyyəti hər gün daha yaxşılaşdırmağa çalışırıq. Həsən müəllim, son dövrlərdə internet trafikinin sürətlə artdığı müşahidə olunur. Bunun əsas səbəbi nədir və bu şəbəkə necə uyğunlaşır buna? Son dövrlərdə internet trafikinin artması həm qlobal, həm də yerli səviyyədə müşahidə olunur. Bunun əsas səbəbləri arasında video kontent istehlakının artması, onlayn xidmətlərin geniş yayılması, rəqəmsal platformalara marağın yüksəlməsi və ümumilikdə istifadəçi davranışının dəyişməsi xüsusi yer tutur. Aztelekom şəbəkəsində aparılan təhlillər də bu tendensiyanı aydın şəkildə göstərir. Belə ki, ümumi internet trafiki ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 22% artıb. Eyni zamanda GPON texnologiyası üzərindən xidmət alan istifadəçilər üzrə orta trafik həcmi təxminən 20% artaraq internetdən istifadə intensivliyinin yüksəldiyini göstərir. Bu dinamika qlobal trendlərdə uyğunluq təşkil edir və internetə olan tələbatın davamlı şəkildə artdığını təsdiqləyir. Bu artımı nəzərə alaraq Aztelekom şəbəkə infrastrukturunu qabaqlayıcı şəkildə inkişaf etdirir, magistral şəbəkənin ötürmə imkanlarını genişləndirir. Müasir texnologiyalar tətbiq olunur və şəbəkənin dayanıqlığını daha da gücləndirir. Məqsədimiz artan tələbat fonunda istifadəçilərə stabil, fasiləsiz və yüksək keyfiyyətli internet xidmətini təmin etməkdir. Ümumilikdə yanaşmamız ondan ibarətdir ki, biz yalnız mövcud tələbi qarşılamaqla kifayətlənmirik, eyni zamanda gələcəkdə daha da artacaq trafikə hazır olan infrastruktur qururuq. Həsən müəllim, süni intellekt, rəqəmsal xidmətlərin artımı internet infrastrukturuna necə təsir elədi? Süni intellekt dedikdə maşınların öyrənmə, düşünmə və qərar vermə kimi adətən insan zəkası tələb edən tapşırıqları yerinə yetirmə qabiliyyəti nəzərdə tutulur. Gündəlik həyatda bu iş proseslərin avtomatlaşdırılması, məlumatların təhlil edilməsi və daha səmərəli şəkildə müxtəlif məzmunun yaradılması kimi fəaliyyətləri əhatə edir. Bu texnologiyaların hamısı isə internet üzərindən işləyir və böyük həcmdə məlumatların ötürülməsini tələb edir. Yəni, süni intellekt inkişaf etdikcə internetə düşən yük də artır və şəbəkədən daha yüksək sürət, daha stabil bağlantı və daha aşağı gecikmə tələb olunur. Digər tərəfdən süni intellektin özü də internet infrastrukturunda istifadə oluna bilər. Şəbəkənin yüklənməsini analiz etmək, problemləri əvvəlcədən aşkar etmək və trafiki daha optimal idarə etmək üçün süni intellekt əsaslı həllər tətbiq olunur. Bu isə xidmətin daha stabil və keyfiyyətli olmasına kömək edə bilər. Qısaca desək, süni intellekt və internet bir-birini tamamlayan iki sahədir. Biri inkişaf etdikcə, digəri daha da güclü olmalıdır. Aztelekom olaraq biz də şəbəkəni bu tələblərə uyğun şəkildə inkişaf etdiririk ki, həm mövcud xidmətlər, həm də gələcəyin texnologiyaları üçün dayanıqlı baza yaradılsın. Bu baxımdan şəbəkənin modernləşdirilməsi və gələcək tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Həsən müəllim, tez-tez deyirdilər ki, Azərbaycan xəbərimiz var, dünyada internetin sürətinə görə neçənci yerdədir. Düzü, mən o vaxt uşaq idim, bilmirdim. İndi vəziyyət necədir? Dünya reytinqində həm internetin sürəti, həm əl çatanlığına görə hansı sıralardayıq? Son illərdə Azərbaycanda internet sürəti və əl çatanlığı ilə bağlı ciddi irəliləyiş müşahidə olunur və bu artıq beynəlxalq səviyyədə də öz təsdiqini tapır. Məsələn, Ookla tərəfindən təqdim olunan nəticələr ölkədə sabit internet sürətinin dinamik şəkildə artdığını göstərir və bu artım real istifadəçi ölçmələrinə əsaslanır.
Belə ki, 2021-ci ildə ölkə üzrə orta internet sürəti 11,7 megabit saniyə idisə, bugün median sürət 91,37 megabit saniyə həddini keçib ki, bu 8 dəfədən çox artım deməkdir. Layihənin Harvard Business Review Türkiyə və Philip Kotlerin müəllifi olduğu Müasir Marketinqin əsasları kitabında uğurlu biznes case kimi işıqlandırılması, həmçinin UKLA tərəfindən xüsusi analitik məqalənin yayımlanması komandamız üçün qürur verici olub. Ölkəmiz tarixində ilk dəfə olaraq Aztelekom 5 beynəlxalq mükafata layiq görülüb və bu göstəricilər əsasında ən sürətli sabit şəbəkə mükafatını qazanıb. Sadə desək, son illərdə ölkədə internet həm daha sürətli, həm də daha əlçatan olub və bu artıq təkcə daxili göstəricilərlə deyil, beynəlxalq mükafatlar və qiymətləndirmələr də açıq şəkildə öz təsdiqini tapır. Növbəti məsələ internetin qiyməti ilə bağlıdır. Bəzən deyirlər ki, internetin qiyməti bahadır. Əslində bu qiymət siyasəti necə formalaşır, operatorların burada rolu nədən ibarətdir? Bu barədə eşitmək istəyərdik. İnternet xidmətlərinin qiyməti ətrafında müzakirələr başa düşüləndir. Çünki son dövrlərdə təkcə Azərbaycanda deyil, ümumilikdə dünyada enerji, logistika, avadanlıq və digər xidmətlərin qiymətində artım müşahidə olunur və telekommunikasiya sektoru da bu proseslərdən kənarda deyil. Bu sahə davamlı investisiya tələb edir. Şəbəkənin qurulması, genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və dayanıqlığın təmin olunması üçün böyük həcmdə vəsait yatırılır. Bugün internet artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və faktiki olaraq kommunal xidmət kimi qəbul olunur. Bu isə həm əlçatanlığın qorunmasını, həm də keyfiyyətin davamlı şəkildə təmin edilməsini tələb edir. Digər tərəfdən sürət tələbləri də davamlı artır. Hazırda bazarda minimal internet paketləri əsasən 100 megabit saniyə səviyyəsindədir. UKLA tərəfindən açıqlanan məlumatlara əsasən isə ölkədə sabit geniş zolaqlı internetin orta sürəti təxminən 89,88 megabit saniyə təşkil edir. Bu onu göstərir ki, orta sürətin daha yüksək səviyyəyə çatdırılması üçün bazarda daha yüksək 250-500 megabit saniyə və daha yuxarı sürətli paketlərin geniş yayılması vacibdir. Qeyd etmək lazımdır ki, bu sürətlərin təqdim olunması üçün uyğun texnoloji infrastrukturun mövcudluğu əsas şərtdir. Bugün ölkədə bu imkanları təmin edən şəbəkələr mövcuddur və onların üzərindən daha yüksək sürətli xidmətlərin təqdim edilməsi mümkündür. Bu baxımdan əsas məsələ balansı qoruyaraq, bir tərəfdən xidmətlərin əlçatanlığı təmin olunmalı, digər tərəfdən isə keyfiyyət və dayanıqlığın saxlanılmalıdır. Ümumilikdə yanaşma ondan ibarətdir ki, istifadəçilərə həm bugünün, həm də gələcəyin tələblərinə cavab verən stabil və keyfiyyətli internet xidməti təqdim olunsun. Müəllim, maraqlıdır. Siz ev telefonundan istifadə edirsiniz özünüz? Bəli, mən ev telefonundan, yəni stasionar telefonundan öz evimdə istifadə edirəm. Düzü mən unutmuşam, sonuncu dəfə mən nə vaxt istifadə etmişəm, bizim evdə nə vaxt istifadə olunur, ümumiyyətlə o telefonu hara qoyublar, istifadə olunurmu? Ətrafımda olan insanlar da istifadə eləmirlər, eşitməmişəm. Məncə maraq azalıb, bilmirəm bu məlumatı statistika təsdiq edirmi yoxsa yox, indi hər halda daha dəqiq məlumatı siz paylaşarsınız bizlə. Bu xidmətin gələcəyi ilə bağlı planlarınız nədən ibarətdir? Texnologiyanın inkişafı ilə istifadə vərdişləri dəyişir və bu sabit telefon xidmətlərinə marağa da təsirsiz ötüşmür. Mobil rabitə və internet texnologiyalarının geniş yayılması, əlavə funksiyalar və istifadə rahatlığı səbəbindən stasionar telefonlara olan tələbat əvvəlki dövrlə müqayisədə azalıb. Bununla belə sabit telefon xidmətləri tam olaraq aktuallığını itirməyib. Bugün də müəyyən istifadəçi seqmentləri üçün bu xidmət zəruri olaraq qalır. Xüsusilə dövlət qurumlarında, mühüm idarə və təşkilatlarda, eləcə də bəzi korporativ strukturlarda sabit telefoniya rabitə vasitəsi kimi etibarlığına görə istifadə olunmağa davam edir. Aztelekom olaraq biz bu sahəyə balanslı yanaşırıq. Bir tərəfdən müasir texnologiyaların inkişafını və yeni xidmətlərin tətbiqini davam etdirir, digər tərəfdən isə mövcud ehtiyacları nəzərə alaraq sabit telefon xidmətlərini də saxlayır və onları müasir həllərlə inteqrasiya edirik. Ümumilikdə yanaşmamız ondan ibarətdir ki,
istifadəçilərə seçim imkanı təqdim edilsin. Kimə hansı xidmət uyğundursa, onu rahat şəkildə istifadə edə bilsin. Təşəkkür Həsən müəllim. Son sualım, gələcək perspektivə baxsaq, Aztelekom yaxın illərdə hansı sahələrə fokuslanacaq? Dünyada internetin minimal sürəti ilə bağlı vahid, bütün ölkələr üçün məcburi standart mövcud deyil. Ümumilikdə ölkəmizdə 200 megabit saniyə və daha yüksək orta sürətə keçid üçün texniki imkanlar mövcuddur. Son illərdə həyata keçirilən geniş miqyaslı layihələr nəticəsində bu hədəfə çatmaq üçün əsas infrastruktur artıq formalaşdırılıb. Onlayn Azərbaycan layihəsi çərçivəsində fiberoptik şəbəkə ölkə üzrə əhəmiyyətli dərəcədə genişləndirilib və bugün artıq Azərbaycanda gigabit tutumlu sabit geniş zolaqlı internet infrastrukturu mövcuddur. Bu isə yüksək sürətli internet xidmətlərinin təqdim olunması üçün möhkəm texnoloji baza yaradır. Aztelekom olaraq biz bu istiqamətdə artıq konkret addımlar atırıq. Şirkətin strateji baxışı yalnız mövcud tələbatı qarşılamaq deyil, eyni zamanda gələcək ehtiyaclara hazır olan infrastruktur qurmaqdır. Bu çərçivədə yeni nəsil texnologiyalarının tətbiqi xüsusi prioritet təşkil edir. Şəbəkə texnologiyaları üzrə aparılan işlər, o cümlədən 10G və 50G PON həllərinin tətbiqi istiqamətində görülən tədbirlər yaxın gələcəkdə istifadəçilərə 500 megabit saniyə və daha yüksək sürətli internet xidmətlərinin təqdim olunmasına imkan verəcək. Ümumilikdə hesab edirik ki, mövcud infrastruktur və davam edən modelləşmə prosesi ölkədə orta internet sürətinin 200 megabit saniyə və daha yüksək səviyyəyə çatdırılmasını real və əlçatan hədəfə çevirir. Həsən müəllim, çox sağ olun. Ətraflı məlumatlara görə, vaxt ayırıb qonaq olduğunuza görə sizə minnətdaram və bütün işlərinizdə sizə uğurlar arzulayırıq. Çox sağ olun, mən sizə təşəkkür edirəm. Belə, qəbulda ayrılan vaxt bitdi. Studiyada mən idim İlqar Mehmanoğlu, qonağı Maskon Holding şirkətlərindən olan Aztelekom MMC-nin baş direktoru vəzifəsini icra edən Həsən Ömərov idi. Sağ olun, sağlıqla qalın. Növbəti qəbullarda görüşmək ümidi ilə. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir.